Baxın, birinci növbədə ağızda acılıq başlayır. Təhər duranda mədədə ağırlıq, diskomfort, ürək bulanma, hərədə bir cür olur. Kimdəsə uzun müddətli olur ürək bulanma, kimdəsə davamlı qusmalarla rast gəlinir. Dəri səthinin rənginin dəyişməsi, saralmağa doğru getməsi, sağ çiyin nahiyəsində ağrılar. Burada mədə-altı vəz də prosesə qoşulanda, çünki mədə-bağırsaq sistemi deyirik. Burada qaraciyər, öd kisəsinin özü, 12 barmaq bağırsaq, mədə-altı vəz, mədənin özü, qida borusu hamısı zədələnir və öd kisəsi əməliyyatından sonra belə bu problemləri aradan qaldırmaq çox çətin olur. Ona görə vaxtında aşkarlanan problem, yəni öd kisəsində daş varsa, mütləq şəkildə əməliyyat olunmalıdır. Nəyə görə? Yəni problem o daşlarda olmur. Problem o öd kisəsində olur ki, hansının daxilində daşlar yaranır. Yəni bu öd kisəsi artıq xəstədir və bizim orqanizmimiz üçün problemdən, narahatçılıqdan, sıxıntıdan başqa heç bir rolu olmur. Və ona görə də vaxtında diaqnostika olunmuş, vaxtında aşkarlanmış xəstəliyi mütləq şəkildə aradan qaldırmaq lazımdır. Ya əməliyyatla, ya da müalicə ilə. Amma bizim halda öd kisəsində daş varsa, yəni dünya statistikası, dünya praktikası deyir ki, mütləq şəkildə əməliyyat olunmalıdır. Baxın, olunmazsa biz dediyimiz kimi davamlı ağrılar olur, yəni pristup şəkilli, elə bir ağrılar olur ki, hətta təcili yardım çağırılır, nə bilim, xəstənin ürək getmələri olur, davamlı qusmaları olur, göz skleralarının, dəri ətrafının saralmağı olur, daxilində olan daşların ümumi öd axarına, yəni xoledıq dediyimiz bir boruya düşməsi olur və hansında ki, qaraciyərin ümumi axını dayanır və bütün o öd qana sorulur və böyük-böyük problemlər rast gəlinir.